Mən 25 il bundan əvvəl Şamaxı rayonunda həvəsləndim və televizorda o vaxtda David Copperfield var idi, məşhur illüzionist, Amerikalı. Həmin o Foxnicə baxırdım və oradan bəzi nömrələrin sirrini fikirləşib tapırdım və göstərirdim. Çox vaxtı o nömrələri tapdığım zaman sirrin səhv tapırdım. Yəni səhv olurdu, çətin yolla göstərirdim, amma yenə də tamaşaçıları aldada bilirdim. Bundan sonra həvəsləndim, məktəbdə filan tədbirlərdə başladım çıxış etməyə. Ondan sonra düşdüm belə. 25 ildir artıq ki bu nömrələrlə çıxış edirəm, amma peşəkar səhnədə 15 ildir ki çıxıram. Efirlərdir, səhnələrdir. Burada bir zərb var, görürsünüz. Bax, müxtəlif rəqəmlərdir. Bunu formada gizlədəcəksiniz. Məsələn, ağını bağlayacaqsınız, mən çevirəcəm. Onu tapmağa çalışıram, görək tapa biləcəm, yoxsa. Kameraya göstərir necə olduğunu. Bir. 4 il bundan əvvəl hansısa bir saytda elan gördüm və müraciət etdim, videolarımı göndərdim. Direktor baxdı, məni dəvət etdi, gəldim və o vaxtdan bu günə kimi Bakı Dövlət Sirkinin artistiyəm, fəaliyyət göstərirəm. Rayon qastrollarımız olur, sosial tədbirlər olur Bakıda. Bir neçə tədbirlərə artistlər kimi yığılıb qrupa formasında gedib çıxış edirik. Bizim stabil bir maaşımız var və tədbirlərdə bəzi tədbirlər olur ki, yəni kənar tədbirlər olur, təşkilatçıların təşkil etdiyi tədbirlər. Oradan maliyyələşirəm və həmin o maliyyələrlə də öz nömrələrimi hazırlayıram və başlayıram göstərməyə. Çünki bizim bu illüziya işində əsas maddiyyatdır. Maddiyyat azdırsa, sən bu səhnədə, bu sahədə çox zəif qalırsan. Diqqətlə baxırsınız. Çox vaxt, məsələn, hansısa tədbirdə, məsələn, kimsə 1 manat verir ki, bunu 100 manat ilə. Əlbəttə ki, o 100 manat öz pulumuz olur, real puldur. Onu elə formada dəyişib təqdim edirik ki, tamaşaçı elə bilir ki, o pul çönüb oldu 100 manat. Son dəfə bir neçə ay bundan əvvəl tədbirdə göstərdim. Həmin o 1 manatı tamaşaçıdan aldım. Toy idi. Orada həmin o 1 manatı çevirib elədim 100 dollar. 100 dollar elədikdən sonra tamaşaçı dedi, yox, bu real pul deyil də. Verə bilərsiniz, baxım. Mən də göstərirəm, öz pulum da real puldur. Onu verdiyim zaman həmin o pula baxdıq, işığa filan tutduq, 100 manat. 100 dollar qoydu cibinə, çıxdı ki, çağır, amma pul qaytar, yoxdur, qaytarmıram. Düzəldə bilirsən də, ged özü üçün düzəlt. Yox, bu öz pulum da axı gedib. Gördüm, yox, qaytarmaq istəmir. Dedim, indi kim mənə 1 manat versə 100 manat olacaq, 100 dollar versə 200 dollar olacaq. Çevrildi, baxdı, həmin o 100 manat, 100 dollar yox idi, həmin o 100 dollar verir ki, 200 manat elə ver mənə. Dedim, problem yoxdur, təzdən elədim, qaytardım, 1 manatını verdim, qaldı baxa-baxa. Yəni, bu pul özümüzdən gedir deyə, bu gülməli hadisələr belə bu formada çox olur bizdə. Məndə müxtəlif kartlar var. Buradan sadəcə birinin adını yazıb ekrana göstərir. Sadəcə bir kart. Buna siz baxmayacaqsınız, üzünüzü çevirsiniz. Baxırsınız bir mənə. Kartların hamısını göstərir, arxa hissəsinə baxın. Görünür. Bütün kartları. Kartları üst hissəsində göstərəcəm. Bütün kartlar hamısı müxtəlif kartları, baxın. Görünür. Mən kartları bir-bir asacam bu formada. İstədiyiniz yerə barmağınızı salıb çıxardacaqsınız. Barmağınızı salın. Dəyişə bilərsiniz, qalsın yoxsa çıxarırsınız? Qalsın. Göstərin kameraya. Mən baxmıram. Buydu. Göstərdiniz. Ağza şəl saxlayın, mən görmürüm. Kart vurursun bura. Mən sizə əvvəlcədən nə göstərmişdim? Kartınız nə idi? Autolek. Bunu əvvəlcədən yazmışdım. Düzdür? Kartlar da hamısı müxtəlif kartlar idi, diqqətlə baxırsınız.
Kartlar görünür. Gözünüzü ayırmayın. Kartınız harda sizin? Burada. Üstdə. Diqqətlə baxırsınız. Əsas məqam budur. Kart üstdədir. İstədiyiniz yerdə stop deyin. Stop. Burada. Qalsın dəyişək. Kalsın. Qalsın. Stopu burada dediniz, düzdür? Stopu harda dediniz? Burada. Və sizin kartınız hardadır? Altta. Ortada. Mən ortadan götürüb atıram üstə. Atın. Attım. Üfləyirsiniz. Əslində bütün kartlar eynimiş. Necə kartlar yiyor? Bütün kartlar hamısı 6 rəng. Deyiblər ki, hansısa bir loteriyanı əvvəlcədən bizim üçün yaz filan, mən sənə pulla bölüşəcəm və yaxud adamlar olub ki, zəyə vurub nömrəni tapırlar ki, filan yerdə deyilənə görə qızıllar var, onu gedib əllə axtarıb tapa bilərsin. Yəni burada illüziyadır. Onlar elə bilir ki, məndə fövqəladə təbii hansısa bir qeyri-adi güc var, amma əslində yox. Bu sənət illüziyadır. Bunların bir neçə janrı var. Bu elmə dayanır, əsaslanır. Elmdə əsas riyaziyyat var, fizika var, kimya var bu sənətin içərisində. Yəni onlar elə bilir ki, hansısa bir düşüncə ilə nəyisə tapmaq olar. Bu yox, belə bir şey yoxdur. Görünüşü o formada verir. Məsələn, gizlədilən bir şeyi tapmaq olur. Amma əslində bu illüziyadır, sirri var. Kimsə öyrənsə, onu məşq etsə edə bilir. Loteriyalar olurdu əvvəllər. İndi adlarını çəkməyim burada. Oradan mənə müraciətlər olunurdu. Yəni o rəhbərləri yox. Yəni orada işləyən hansısa bir işçilər mənə zəng vururdu ki, belə bir şey eləyə bilərsənmi? Məsələn, götürək hansısa rəqəmi, yəni çıxardaq, istədiyin rəqəmi yəni ki, çıxart. Yəni bu mümkün olmayan bir şeydir. Fokusla bunu etmək olur. Yəni gözə görünür illüziya formasında, amma bu real deyil. O formada çox təkliflər olur. Məsələn, pulu götürək, bölək ya 50-50-yə. Yəni qaçmışam hər zaman belə bir şeydən. Problemli olduğuna görə.